Hamıya salam. Bugün kabaçki ile kartoşkalı uşaq pürəsi hazırlayacağıq. Bunun için bizə kabaçki və kartoşka lazımdır. Daha sonra sonda blenderdən keçirəcəm və yumru düyü istifadə edəcəm. Ocağımızı yandırıb kabaçkiləri, yumru düyünü və kartoşkanı beləcə doğradım. Yəni necə lazımdır elə doğrayıram, çünki sonda blenderdən keçirdəcəyim üçün böyük-böyük doğramışam. Burada artıq bişməyə doğru yaxınlaşır. İstəyə görə duz heç vurmaya da bilərsiniz. Mən çox az istifadə edirəm. Burada artıq yeməyimiz hazırdır. Gözəlcə həll bişib. Və sonda blenderdən keçirtdim. Körpələrin həqiqətən sevərək yeyəcəyi bir reseptdir. Əgər bəyəndinizsə, sonuna qədər izlədinizsə, like etməyi, abunə olmağı unutmayın. Sağ olun.